Salam əziz dostlar, mən Anar İbrahimov. Bugünkü videomda sizə 6-cı siniflər üçün nəzərdə tutulmuş Namazovun Riyaziyyatdan Çalışmalar kitabında səhifə 73-də 19-cu məsələni izah edəcəm. Qeyd edim ki, bundan əvvəlki olan bütün məsələləri əvvəlki videolarımda bir-bir izah etmişəm. Buyurub baxa bilərsiniz. Məsələ 19. Tərəfləri 8 cm və 5 cm olan düzcaqlının tərəflərinin uzunluğunu 4 dəfə artırsaq, verilmiş düzcaqlının perimetri alınmış düzcaqlının perimetrinin neçə faizini təşkil edər? Düzcaqlının eni verilib 5 cm, düzcaqlının uzunluğu isə verilib 8 cm. Gəlin tapaq ki, verilmiş düzcaqlının perimetri nəyə bərabərdir? Verilmiş düzcaqlının, gəlin buraya yazaq, verilmiş düzcaqlının perimetri bərabərdir. 2 vur, eni 5, üstəgəl uzunluğu 8. 2 vur 5, üstəgəl 8. Bu deyil 2 vur 13, eləyir 26 santimetr. Tərəflərinin uzunluğunu 4 dəfə artırsaq. Gəlin indi hər tərəfini 4 dəfə artıraq. Eni 5-i 4-ə vururuq, olur 20 santi. Uzunluğu isə 8 santini vururuq 4-ə, o da eləyir 32. Deməli, eni olur 20, 4 dəfə artırdıqda uzunluğu isə 32 santimetr. İndi gəl alınmış, burada alınmış yazaq. Alınmış düzcaqlının perimetrini hesablayaq. Alınmış düzcaqlının perimetri bərabərdir. 2 vur, 20 üstəgəl 32. Bu 20, bu da bu 32. Bu deyil 2 vur 52, o deyil 104 santimetr. Düzdür? İndi məsələdə bizdən soruşur ki, verilmiş düzcaqlının perimetri. Verilmiş düzcaqlının perimetri 26 santimetr. Alınmış düzcaqlının perimetri də 104 cm. Düzdür? Neçə faizini təşkil edir? Yəni 26 104-ün neçə faizini təşkil edir? İndi bunu da adi faiz məsələsi kimi həll edirik. 100 faizdə 104-dürsə 104 cm, yəni bura santi yazım, çaşmayaq. X faizdə isə 26 cm-dir. X də bərabərdir 100 vur 26 böl 104. Bu da eləyir 25 faiz. Deməli, verilmiş düzcaqlının perimetri alınmış düzcaqlının perimetrinin 25 faizini təşkil edir. Bu videomda bu qədər. Növbəti videomda məsələ 20-ni izah edəcəm.